Hər kəsə salamlar dostlar, necəsiniz? Yəqin yaxşılar, çıxalar. Bugün də sizlərlə birlikdə Car Parkingdə yeni bir video, yeni bir bölümdən qarşınızdayım. Niyə speedrun eləyir kimi danışıram desəz, bilmirəm. Uşaqlar, bugün başlanğıc gördüyünüz kimi Car Parkingdə yeni bir seri başlatmışdım. Yeni deyəndə, yəni 3 bölümlü bir seriyə davam eləmişdik. Amma sonradan sonraya canlı yayımda biraz problemlər oldu və orada aldığım maşınların hamısı silindi. Mən də o maşınları YouTube oyun... Bunun təkərində niyə YouTube oyun prosu var ala? Mən niyə təkərindəyəm maşının? YouTube oyun... Bunun yəni şey yazanmırdım ya, üstünə yazardım. Təkər niyə yazmışam? Neyse sonra düzəldərəm. Və bu gün də həmin o seriyə oxşar bir seri başladıram. Bugün gün 1-dir. Nə edəcəm? 11-ci hissə başa salım. Bir dənə normal bir maşın götürək biz. Yəni normal, sürəti yaxşı, manevralar falan yaxşı ki, biz çox gecikməyək odalarda ora-bura sürməyə. Elə bax, mənim barteri maşınım olan bu BMW-ni ilə götürə bilərəm. Bu BMW uşaqlar barterlikdir. Çizimlə barterliyim ya da ki bufer ya da çizimlə barterliyim. Yəni istəyənlər varsa yenə deyirəm. ID-mi videonun altına qoyuram. Hər videonun altına oradan yəni yazıb hər oyunda olanda gəlib mənim yanıma istədiyiniz maşın deyə bilərsiniz və onunla da barter eləyə bilərik. Elə maşın yaxşıdır. Mövzu nədir? Yenə hər gün maşın alacağıq, amma o maşını pulla almalıyıq deyə bir şey yoxdur. Barter də eləyə bilərik, pulla da ala bilərik, hədiyyə də ala bilərik, istədiyimiz serverdə girə bilərik. Keçən dəfə niyə çox çətin idi? Çünki Azərbaycan serverində sağ olsun bizim qaqalarımız, balaca 8 yaşında, 5 yaşında qaqalarımız özlərini zor hesab edirlər və bu personalitlərdən əl çəkmirlər. Oyuna girirsən ancaq bu personaliti deyirlər. Ona görə orada çətin idi maşın almaq. Amma indi bütün dünya açılmış. Yəni İngiliz serverinə girə bilərik, Pakistana da girə bilərik, Hindistana da girə bilərik, Bangladeş serverinə də girə bilərik. Sonra sizə deyim, Sudan serveri olsun, Nigeriya, nə bilim, Fildikistan, Uruguay, Paraguay. Yəni şeylər bütün dünyaya gedə bilərik. Mən niyə coğrafiyaya bağladım bunu? Sorğulamayın. Gecədə uşaqlar mən ola bilər yuxuluyam deyə biraz adam yuxulu olanda əslində halsız olmalıdır. Amma nəsə keyfim yaşasın ki, Mercedes-im var. Mən niyə beləyəm amma? Hər nəsə. 20 nəfər var, çox qəşəng. Server, yəni odamız yaxşıdır. İlk odadan başlayırıq. Belə limitdə qoya bilərəm. Məsələn 5 oda içində almalıyam, 3 oda içində almalıyam, amma ona ehtiyac yoxdur məncə. Normal elə ala bildiyimiz alaq. Məsələn orada bir dənə maşın gördüm. Görüm 1695 SP falandırsa, yox, normal bir maşın deyilmiş. Bentley var belə. Yəni mən bura əslində yazardım. Çizimlə takasın, nə oldu lan? Çizimlə takasın üstünə yazardım ki, trade desing car. Yaza bilərdim, amma ehtiyac var məncə. Yazarım, çıxıb yazarım. Çünki İngiliz serverini gəzdiyimiz üçün lazım olacaq. Belə baxıram, valla bu maşını almağa dəyməz. Yəni 2 milyon bunun nəyini verib? Boş beşər bir maşındır. Burada yıxıb gəldi. Burada bir Supra var. O da ki boş beşardır. Sonra çıx. Bir şey yox, çox bir şey yoxdur. Mən onda bu maşının şüşəsinin üstünə yazım. Trade desing. Bir də şeylər, baxın, yeni maşın almamış oyundan çıxdı yoxdur. Nə video bağlanmır, nə də ki bu şeydir. Konuş artıq. Nə video bağlanmır, nə də ki oyundan çıxmayacam da. Yəni videonu silmək zətdə yoxdur, yəni. Ona görə də istəyir yarım saat olsun, istəyir 45 dəqiqə olsun, istəyir 2 dəqiqə olsun. Video neçə dəqiqəlik mənə fərq eləmir. Mən bugün yeni bir maşın alıyorum. Bəlkə elə indi bu bir odaya girən kimi sırasıyla bir dənə maşın, qəşəng bir maşın qabağıma çıxacaq və mən onu alacağım. Yenə həmin şey keçərlidir. Mən aldığım maşını 20 günün sonunda aldığım maşınları sizə paylayacağım. O həmin kimi qalır. Trade desing car or trade desing or GG. Yazdıq. Yazaq bununla bolt. Belə elədik. Training. GG or desing. Yəni hiləli ya da ki çizimli maşından barter eləyirəm deməkdir. Məncə yaxşı maşındır. Bunu yəni eləyərlər də yəqin ki. Valla hiss edirəm ki bu video bir 45 dəqiqə falan gedəcək. Yəni planlaşdırılmış deyil. Ola bilər də video çox uzun geçsin. 1 saat da ola bilər. İndi elə hiss edirəm, çox böyük bir risk gəlir. Yəni heç də tapamayacağam, elə bir risk gəlir. Olmaz, onsa bütün dünya serverlərinə gedə bilirik, problem yoxdur. Neysə, gedək bazara. Bazara valla heç burada görmürəm yaxşı bir satdıq maşını. Bu qəşəkdir. Bunu satsa alaram.
Amma yox, 590 1695 olsaydı çox qəşəng olardı da. Görüm 1 milyona 2 milyon versə alaram. Yəni əziyyət çəkilmiş maşındır. Deyəsən onu hardan bildin? Yəni əziyyət çəkilməyib dəsin. Nəysə də yəni satsa alaram 1 milyon 2 milyona. Bu da 30 milyona 1 milyon yarımlıq maşını satır ya. Neçə milyonda Allah X-a basamıram. 30 milyona yox bir. Aldım bu dəqiqə, səbirli ol. Düşündüm, taşındım, qərarlaşdırdım ki, İngilis serverində bu aralar yeni güncəlləmə gəlib deyə hamı təzə maşınlar almağa çalışır və mən də ona görə də Türk serverində heç nəyi vecinə almayan türklərə gedəcəm. Yəni gedirəm, təzə maşınımı salıram ki, indi generərəm də mənim təzə maşınım var axı, V124'üm var axı Mercedes-im. Girirəm, qaqalar deyirlər ki, bu maşın nə vaxt gəlibdi. Xəbərlər yoxdur oyundan onların. Ona görə onlar yəni öz qaydalarında qəşəng xrom maşınlarını satırlar. Yəni nə ilə takas ellər, yəni öz keyflərindədir də. Kəmri aparım təzə gələn Kəmri deyirlər ki, bu Kəmrini sən hiylə ilə gətirmisən oyuna. Yəni giz danışırlar. Onlar neysə dünya ilə vedizlərini deyil onların. Ona görə də girək görək bəlkə burada nəsə tezbalar alardım. Mən də yuxuluyam. Saata bax bir dənə 23:53. Mən yəni gecə gündüz, səhər axşam, günorta yeməyi, axşam yeməyi, səhər yeməyi. Saat 5-6 olsun mənə heç bir şey fərqləmir. Mən hər gün olsun video çəkməliyəm. Əslində siz bu videonu 3-cü gün izləyərsiniz, amma mən bunu 2-ci gün çəkirəm. Saat 12-də mən video çəkirəm sizin üçün. Görün də görün. Bir like atarsınız, bir qarşılığında ödəşərik də belə. Hə. Dünən video ata bilməmişdim. Yəni sizin adınızdan bu gün ikinci gündür. Yəni bu gün ikinci gün video ata bilmədim. Çünki BSG falan yazmışdıq. Çox yorğundur. Həminki o da yox. Bu qırmızını gördüm elə bir həminki o da var. Hə, BSG falan yazdım. Çox yorğundum. Video çəkəmədim. Onun yerinə də yəni bu günə, yəni sizin üçün ikinci günə, üçüncü günü. Üçüncü günə 2 dənə video paylaşıram da. 2 dənə video görəsiniz. Aha, Kasperiymiş. Görün bunu satar görəsən. Vallahi qaqaşla ətər danışıramsa, mən yəni ikna oldum da. Yəni mən sevdim də məlli başlı. Bir də buna bax yazdım ki, efendim, yazdım selam kral satılık mı? Aleyküm selam takas kral. Nəysə də yəni ki, bununla elə danışıram ki, deyirəm ki, məndəki də takaslıqdır, barterdir. Qəşəng maşındır da. Sən mənimkinisə mən sən kimi ortaq nöqtənəm, takasdır, nədir? Git danışırım. Deyir mən FB ilə takas eləyərəm. Mən deyirəm gəl bax bəlkə sevərsən. Deyir olsa verərəm. Mən sənə hədiyyə verərəm da FB. Səndən dəyərlidir. Git basıb bağlayıram. Yazım ayda diyan. Məndə F1 var idi axı. Deyir indi mən səninkinə F1 barterim. Yazım ki F1 istəməm. Seninkini istərim. Şo. Bax bu Passat götürsək çox qəşəng olardı. Həm dəyərli həm də türklər üçün çox lazımdır. Bir baxaq görək bir maşın o yan bu yana. Malda qəşəngdir. Özüm qəşəng onu yığaram Volkswagen logosuna da. Danam bir dənə bunu pişirsəydim bir takas eləyərdik. Qarmağı keçsin o badiyən kaloricinin maşını. Kaloricinin maşını keçirdi bir dənə görüm nə istəyir ona. Yazın bir dənə ev olmaq. Bunu da alarıq, Passat da alarıq. Selam, satılık. Satır deyəsən. Elə sürət düz yanına yox satmırmış. Nəysə, yəni onun bu maşına xoş gəlibdi. Qarmağı keçmişəm də, yəni hazırdır o adam bu dəqiqə. Yəni biraz dirəşsəm ki, bir də hesabınızı adıb götürüb mənə verəcək də. Dəqiqə görək. Amma yəni çox şeydir. Necə yəni mən belə başlasam da qaqa bax bir də Passat gördüm. O heç o qara Passat getdi çıxdı oyundan. Qırdı mən. Bir də Passat gördüm. Dedim bunu satsan ya da partiyada yox. O yəni elə belə oynayıram da. Qəşəng özüm yığmışam. Başladım elə danışdım. Əlivə sağlı. Mən hər maşına demirəm sal. Belə qəşəngdir, elə qəşəngdir. Qaqa çağırdı bilsən məni. Dedim mən olsa zevkini oynayıram ki, mən sənə maşın verəcəm. Ben adamları xoş dillə hər cürə yəni istifadə edə bilirsən. İstifadə eləmək deyən yəni istədiyi bir elətdirə bilərsən də xoş dillə. Bu görürsünüz ki, mənim bir dənə videom alındı. Görüm mənə verdiyi maşından cep smart smart bahal deyə 1000 coin olub deyəsən. Gələcək bir dənə o 07 gətirəcək. Elə belə 007 deyəcək ki, mən sənə deyim. Deyəcəm mən git işinlə məşğul. Qurdum odanı, deyək ki, sən oda qur, mən gəlirəm. Nəsə görüm qəşəng maşın olsa, əgər 414 falandayız. Bundan partiza deməyəcəm. Fikrimdə var idi bunu hədiyyə vereyim ya da qələt eləyirəm. Hara hədiyyə verəm.
Bir də mən zor durumdayım. Onsa hesabımdan çoxlu maşınlarda gedibdi. Onsa buradan aldıqlarım uşaqlar sizə hədiyyə verəcəm. Yəni mənə buradan bir şey qalmır. Sadəcə mənim videonu çəkirəm, sizdən like'ları istəyirəm. Gəlsin görək. İndi bax mənim bəxtimdən o adam bura gəlməyəcək bax. Geçey. Driftə var bilin. Driftə var. Gəldi. Geldi Mete. Görüm ama maşın hangisidir? Bismillah. Oba, bax əladır amma bunu hədiyyə verə bilməyəcək. Qoy başa salın bunu. Ferrari Lamborghini gətirdi. Dedim bu iPhone'larda var. Sənin telefonun iPhone-u dedi, hə mənim telefonum iPhone-dur. Mən də qayıtdım dedim ki, sənin telefonun iPhone-dursa mənim telefonum Samsung-dur. Sən bunu mənə satanmarsan. O dedi mən satanmaram. Nədən? Mən dedim kapılım. Yəni dedim ki o oyundan silinifdi, maşın oyundan silinifdi. O dedi ki yaxşı başqa gəl. Mən dedim Harbi. O dedi Barbie. Mən dedim Barbie. Gəlir də gözləyin 2 dəqiqə. Gözləyək. Biraz gözləyək. Videonu 10 saniyə qabağa verə bilərsiniz. Sizdən gözləyin. Videonu dayandırmayacağam. Yəni görün ki mən necə yəni yoruluram da. Mən bu dəqiqə evin bütün aboylarını yəni əzbərə bilirəm də. Xəritə çəkmişəm özüm. Minecraftın xəritəsi var. Mən ondan da böyük burada xəritə çəkmişəm. Yəni binazat qururam mən bu şeylərdən, aboylardan. Gözləyək. Hə bir də gəldi. Amma yaşıl bir dənə maşın gəlir. Maşına bir dəqiqə baxmaq istəmirəm. Bilirəm ki təzən yeni bir məndə olan bir maşın gətirəcək. Bismillah. Gələ. Ay qaqa. Təzən yeni gözləyək. Dedim ki bu məndə var. Dedim çox bağışla. Yanılandı. Bunu hemen bağışla deyirəm də ki. Maşından sonra deyəcəm yox. Sağ olsun yenə də maşın verirsə yəni büyüklük onda kalır da. Gözləyəksiniz. Videonun sonra qabağa verə bilərsiniz. Mən sizə yaxşılıq eləyirəm deyirəm də. Öz videomu izlətmirəm. Sizə deyirəm ki o videonun sonra qabağa verin. Ha belə izlədiniz, ha elə izlədiniz. İkisi eyni şeydir. Bir dəqiqə aboyun üstündə qəşəng bir dənə xəritə qurmuşam. Minecraft qələt eləyirdi onun yanında. Ona tez yara. Bunun maşınlar evi hazır diye. Şükür Allah bundan yoktu. Da yəqin. Hə, Adəm sağ olsun. Adəm sildirmişdi bunu. Oy, qəşəng 1695 SP. Oy, coinzad, əla. Çok güzel. Biraz şeyləyək, biraz yaltaqlanmaq kimi çıxmasın. Maşın alandan sonra olur. Ya, ne yazaq bir dənə Allah razı olsun. Çok sağ ol. Buna duman falan var. Dumanı ihtiyacaq. Şansı dumanı mən bağlamışdım. Grafik, side smoke bağlayaq. Sen de kanka, sen de. Demiş şansı oyunu sevkini oynayıram. Nə deyə bilərəm? Bir dənə də maşın ver, amma sırtığımıza salmayaq da büyüklük də bizə qalsın. 1'ə satdı, 0'a satardın da simit. Teşekkürler. Yazım oyun prosiyamıza. Ay yox sonra mən simit kim biləcək lazım deyil. Dedi nə qədər pulum var? En kötü araba 1 milyon. Yox hayır lazım deyil. Pul neyirəm? Pul lazım deyil. Oyda fikir vermirəm. Bu maşın şey də var. Burada miqalkası da var. Ay bayraq miqalka 1690 zor da bu maşın. Görüm deyir birində verim nətər deyim. Mən buna yəni sırtıq kimi də olmasın amma elə eləyim ki birində versin. Video qutardı deyib dəqiqə. Yəni almışıq. Maşınımızı götürdük. O birini də alsam yaxşı olardı. Qaqa bu əməlli başlı var da. Bizdən barı deyil, yəni mənim maşınlarım çox deyil, 110 da maşınım var. Amma yəni dəhşət çox var, 28 dən maşınım var deyil. Yəni o maşını gördünüz də, mənə hədiyyə elədiyim maşın, yəni bir dənə çizimdən dəyişiləcək maşındır da. Yəni əgər cimri biri deyilsə qabağınızdakı, o bir dənə çizimdən dəyişəcək o maşını. Yəni çox qəşəng maşınları var, hətta deyir ki bir dənə də sən maşın gətirirəm. Yalandan yazdım acıcı zat olmayacağım bəsli bir dənəsi. Ya da istəyərəm. Demək istəmirəm YouTuberəm zat amma nə deyirəm durub. Hər nəsə sizinlə gözləyək yenə. Ya da özü gəldi lazımdır. Görüm bu nə maşındır. Ala bu boş şeydir. Bundan məndə də var. Dedi bu elə. Görüm oy bu nə də la. Danışdım. Qaqaşın 6 yaşı var amma mənə 18 yaşım var deyə yalandan atır. Yəni çoxlar axırıncı birindən danışırdım. Mən beliməm 32 yaşım var. Deyir ya adam qaydacı yer gedişinlə məşğuldur. 32 yaşım var gəlibsən burada karparin qoyursan sən. Hər nəsə 18 yaşı var kimi inandım. Yalandan deyir sən böyük deyim də sən. Əsas olan şeylər maşın lazım deyil. Adamın özü lazım deyil. Adamın maşın lazım. Mən onu alanda maşınını alıram. Adamın özünü almıram.
Görürsün necə məntiqli danışıram. Nəsə yenə sizlə burada quza düşək gözləyək. Bir dəfə videomu bağlayacağım, qoy gəlsin. Dedim ki, bir şey gətir mənə. Yəni pis olsun, satanda 1 milyon, 2 milyonluq bir şey olsun. Olsa bu maşınlar çoxdur, eyb olmaz. Mete, görmə gətirdi. Bra, 1690. Buna elə deyəsən 400 kalıq motor alıb da bu. 1695 bir. Oba, Migal Kazatdı, əla da maşınlar bunun. Abi bunun 1 milyon da 20 milyonluq maşın niyə bu? Bax. Bax, hədiyyə dediyim bu deyə, hədiyyə dediyim budur. Xeyirli olsun uşaqlar. Aha uşaqlar, yəni klassik yalanlardır. Danışdım əslində, yəni yaxşıdır. Bəlkə doğrudan da oyunu zevk verir. Yəni elə belə oynayırmış, amma yenə də mənə dediyinə bax, deyir, mən sabah oyunda olmayacağam, mən tırtam izləyəm. Nəysə inandıq da verdiyi maşınlara görə inanaq da nə deyək. Mənim uşaqlar telefonda bir dəqiqə 5% rətka var. Yəni o bir dəqiqə telefon bağlansa oyun da gedəcək, video da gedəcək. Verdiyim maşınları göstərim. Bir dənə bunu verdi, bir dənə nə vermişdi? Ay Allah, yanımdan çıxdı. Hə, bir də bunu vermişdi. 2 dənə maşın aldıq bu gün uşaqlar. Hədiyyə olsun, nə olsun? Əsas maşındır. Deyirəm ki, bu günlük bu qədər olsun. Bu maşınları da hər birini sizə hədiyyə eləyəcəm. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik uşaqlar. Mən yaxşı gecələr xeyrə dedim mən nə dedim? Bunu siz əslində səhər izləyirsiniz. Sadəcə indi birin yarısıdır gecə, birin yarısı qonşular dəqiqə səsimdən duracaq ayağa ki, YouTube ver, gedişinlə məşğul. Nəysə, sağ olun, özünüzə yaxşı baxın. Mən deyəcəyim yatmaya yuxum gəldi. Yuxumuz kim olsun?